Salam, hər vaxtınız xeyirli olsun. Sizi də, tamaşaçıları da Tbilisidən salamlayırıq. Bugün Tbilisidə 4-cü İpək Yolu forumu keçirilir. Qeyd edək ki, bugünkü toplantıda Azərbaycanın baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Forumda 60-dan çox ölkədən 2000-ədək nümayəndə iştirak edir. Forumun əsas məqsədi Cənubi Qafqaz və eyni zamanda uzaq coğrafiyadan olan ölkələrlə əlaqələrin genişləndirilməsi, əlverişli ticarətin, effektli ticarətin, əməkdaşlıq yollarının araşdırılması, bu istiqamətdə mexanizmlərin işlənib həyata keçirilməsidir. Bununla bağlı xüsusi qeyd olunmalıdır ki, tarixi İpək yolunun bərpası istiqamətində ilk təşəbbüslə çıxış edən ölkə Azərbaycan olmuşdu. 90-cı illərdə Ulu Öndər Heydər Əliyev bu təşəbbüslə çıxış etmişdi və bu məsələdə Azərbaycanı dəstəkləyən ölkədə, ilk ölkədə məhz Gürcüstan olmuşdu. Həmin vaxtdan başlayaraq Azərbaycanla Gürcüstan arasında kommunikasiyaların, əlaqələrin qurulması, yeni layihələrin həyata keçirilməsi üçün çox mühüm addımlar atılmışdı. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bunun ən gözəl nümunələrindən biridir. Son illər isə Azərbaycan regionda yeni reallıqlar yaradı və bu reallıqlara uyğun olaraq yeni layihələr həyata keçirilir və xüsusi vurğulanmalıdır ki, təşəbbüs irəli sürülən layihələrdən biri orta dəhlizin işə düşməsidir ki, Azərbaycan bu istiqamətdə mühüm addımlar atır və xüsusilə qeyd olunmalıdır ki, bizim ölkəmizin bununla bağlı imkanları olduqca genişdir. Bugünkü toplantıda da həmin məsələ xüsusi vurğulandı. Bugünkü toplantıda Azərbaycanın, Gürcüstanın, Ermənistanın baş nazirləri çıxış edirlər və eyni zamanda Montenegronun baş naziri çıxış edəcək. Asiya İnkişaf Bankının birinci vitse-prezidenti çıxış edəcək və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın bu istiqamətdə imkanları toplantıda həm panel müzakirələrdə də qeyd olunacaq. Həmin panel müzakirələrdə Azərbaycanı ayrı-ayrı qurumlardan nazirlər, komitə sədrləri iştirak edirlər. Onlar Azərbaycan reallıqları barədə məlumat verəcəklər. Qeyd olunmalıdır ki, Azərbaycan bu günləri şimalla cənub, şərq ilə qərb arasında əlverişli platformadır. Eyni zamanda Avropa ilə Asiya arasında mühüm strateji mövqeyə malikdir. Üçüncüsü, Azərbaycan etibarlı, inanılmış tərəfdaşdır. Və bir də qeyd olundu ki, Azərbaycan bu günləri çox mükəmməl infrastruktur yaradır. Beynəlxalq dəniz ticarət limanı, hava limanları, avtomobil yolları, xüsusilə ölkəmiz son illər 3 yeni hava limanı, ikisi artıq istifadəyə verilir və biri üzərində də iş gedir və bu istiqamətdə mükəmməl infrastruktur yaradır ki, və bugün də dünyanın əsas diqqətində olan məsələ tarixi yolun, İpək yolunun daha effektli işə düşməsi və eyni zamanda kommunikasiya əlaqələrinin genişləndirilməsidir. Və xüsusilə də nəzərə alınmalıdır ki, Azərbaycan bu günləri Mərkəzi Asiya ölkələri ilə çox mükəmməl əməkdaşlıq əlaqələri qurub ki, bu da Avropa ilə Asiya arasında əlaqələrin qurulmasında, yeni layihələrin həyata keçirilməsində, ticarət əməkdaşlığının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Hal-hazırda toplantı davam edir. 3 gün ərzində bu keçiriləcək konferans və biz növbəti buraxılışda bu barədə tamaşaçılara daha geniş məlumat verəcəyik deyərək sözü yenidən Bakıya ötürürük.